Elə qınayırsınız, mənim balaca oğlumu, ikinci oğlumda Yusufu deyirsiniz ki, robot kimi danışır. Mən bilirdim ikinci balası da xəstədir. Mən Vüsal balam danışmır da, böyük balam, şokolad deyirəm. Yusufa baxın, bugün məni necə şoka salıb da Yusuf. Bugün səhər durmuşam, nahar verirəm ona. Belə eləyir, mama, mən nahar yemirəm. Deyirəm, niyə? Deyir, ərəfə deyir şu. Rus dilində uşaq danışır, indi mən Azərbaycanca deyirəm. Deməmiş, uşaq oruç tutur. Deyirəm, hə, oruç tutmaq nədir? Təzə çıxıb, belə mən özüm tutmuram da, mənim təzyiqim zadım düşürdü ya, həm işləyirəm, o tuta bilmirəm da. Deyir, yox, mən tutaram bugün, hamı necə, mən deyir, oxumuşam, mən deyir, oruç tuturam. İndi sizə deyirəm, lağa qoyduğunuz uşaq Allahın yolunu tutur. Hə, bu sözüm o bəzilərinə deyir. Sonra belə deyirəm, sən bilirsən, niyyət onda tutmaq lazım. Belə, hə, niyyət tutmuşam, mənim qardaşım sağalsın. Görürsünüz, indi lağ eləyin Yusufa. Bir də soruşma istəyirdim burada Piterdəkilərdən. İndi uşaq tutub da saat neçədə açmalıdır?